Qoç, yaxşı təəssürat yaratmağa can atdığınız görüşləri bu günə təyin edin. Qardırobunuzu dəyişin. Bu bürcün nümayəndələri macəra axtarışındadılar. Qeyri-adi hadisə nəticəsində əla imkanlar əldə edə bilərsiniz. Buğa, uğurlu gündür. İdeyalarınızı reallaşdırmaqla həyatınızı yaxşılığa doğru dəyişdirəcəksiniz. Romantik səpkili görüş olacağı istisna deyil. Nigah bağlamaq təklifi də gözlənilir. Bir sözlə, bugün həm işdə, həm də sevgi münasibətlərində bəxtiniz gətirəcək. Əkizlər, günün emosional mənzərəsi yaxşı olmayacaq. Ehtimal ki, günorta təşvişə düşəcəksiniz. Əslində buna elə bir ciddi səbəb də olmayacaq. Bugün analitik düşünmə bacarığınızı parlaq şəkildə nümayiş etdirəcəksiniz. Dostlarınızın köməyinizə ehtiyacı var. Xərçəng, bugün evinizdə istirahət etmək və ya vaxt keçirmək istəyəcəksiniz. İşdən qalan yorğunluğu çıxarmaq, sabit və sakit həyat yaşamaq hissi sizi xəyallara dalmağa vadar edəcək. Şəhərdən kənarda istirahət yaxşı təsir göstərəcək. Şir, fəal bir gün keçirəcəksiniz. Əhəmiyyətli razılaşmalar və təkliflər gündəmdə olacaq. Qərar verməyə çətinlik çəkəcəksiniz. Təmkinli olun, tələskənlik əlavə problemlər yarada bilər. Qız, fəal bir gün keçirəcəksiniz. Əhəmiyyətli razılaşmalar və təkliflər gündəmdə olacaq. Qərar verməyə çətinlik çəkəcəksiniz. Təmkinli olun, tələskənlik əlavə problemlər yarada bilər. Tərəzi, sizdə maraq oyadan istənilən işlə məşğul olmaq üçün əlverişli gündür. Yaradıcılıqda uğur qazanmaq ehtimalı da var. Həyata baxışlarınızla ətrafdakıların diqqətini cəlb edəcəksiniz. Ailəlilər üçün məhsuldar gündür. Əqrəb, düzgün müəyyənləşdirilmiş məqsəd vacib şərtdir. Sizdən tələb olunan aldadıcı təkliflərin qurbanı olmamaqdır. Ehtiyatlı olun, düşmənləriniz enerji və gücünüzdən öz xeyirləri üçün istifadə etməyə çalışacaqlar. Oxatan, işgüzar sahədə səhvlər artıq problem yarada bilər. Kollektivin öhdəsindən gələ biləcəyi işi tək görməyə çalışmayın. Sevdiyiniz şəxslə hər ikinizi narahat edən ciddi məsələləri müzakirə edin. Narahat olmayın, qarşı tərəfdən eşidəcəyiniz sizi rahatlaşdıracaq. Oğlaq, uğursuzluq gözləmədiyiniz məkan və zamanda baş verir. Buna baxmayaraq tez təslim olmursunuz və istədiyinizə nail olursunuz. Ehtiyatlı olun, bugün hansısa ailə sirrinizin ictimailəşməsi ehtimalı da istisna deyil. Dolça, bugün nə qədər az danışsaz bir o qədər faydasını görərsiniz. Düzdür, ulduzlar bütün gün susmağı məsləhət görmür. Maliyyə məsələlərinin həllində isə ehtiyatlı olun. Qiymətli hədiyyə alacağınız gözlənilir. Balıqlar, bugün sürprizsiz ötüşəcək. Xüsusi diqqət tələb etməyən işlərin reallaşdırılması, başladığınız işin tamamlanması baxımından məhsuldar gündür. Ətrafdakılar sizdən daha fəal olmağı tələb edəcəklər. Hələ buna hazır deyilsiniz.